Sağlam insan olmadan bu cəmiyyətdə heç şeyə nail olmaq mümkün. Baxın, Azərbaycanda ürək tutmalardan ölənlərin riski 95%. Dünyanın axırdan ikinci yerindəyik. Niyə? Heç fikirləşdim ki, bir, yediyimiz qidalar, iki, mütəmadi həkim müayinəsindən keçməməli. Niyə keçə bilmir? Pulu yoxdur. Niyə keçə bilmir? Bu adam bu vərdişlərə dövlət tərəfindən yiyələndirilmir. Mən əvvəllər də təklif etmişdim. Diagnostika mərkəzləri açınca ailə həkimləri institutu yaranır. Hər bir adamın kartotekası olsun. Ailə həkimləri mütəmadi ailəni ziyarət etsin və o kartotekanı doldursun. Bu uşaqlıqdan ta böyüyə qədər ki, bunun hansı xəstəlikləri var və hara müraciət etməlidir. Və sığorta elə bir həddə olmalıdır ki, o ailə həkiminin yazdığı mütləq sığorta qruplaşdırılmalıdır. Bu ərazinin xəstəxanalar ərazilər üzrə artıq formalaşdırılmalıdır. Mərkəzi klinik xəstəxana, Topçubaş adlı eksperimental cərrahiyyə, Respublika xəstəxanası yox. Tutaq ki, Nizami rayonunda yaşayırsan, Nizami rayonunun mərkəzi xəstəxanasına icbari sığorta ilə gedib tikməlisiniz orada, qurmalısınız, getməlidir Nizami sakinlər ora. Həkimlər də fərqli şəkildə seçilməməlidir. Yəni, bu şəkildə olmur. Bu şəkildə təhsillə səhiyyə bizi faciəyə aparır və biz sağlam deyilik, biləsiniz. Heç bir halda Azərbaycan cəmiyyəti sağlam deyil.